Mənzildə otaqların, xüsusilə də qonaq otağının geniş olmağını hamı istəyər, hamı arzulayar və elə mənzillərdən birini sizə təqdim edirəm. Yeni təmirli, geniş, 3 otaqlı mənzildir. Gənclikdə yerləşir, Ada Universitetinə yaxın. Yeni tikili binada, dediyim kimi təzə təmir, yaşayış olmamış, hazır əşyalı bir mənzildir. Əlavə nəsə almağa ehtiyac yoxdur. Alan kimi köçüb yaşaya bilərsiniz. Gəlin vaxt itirmədən mən başlayaq mənzilin giriş hissəsindən. Nə var, nə yox, hamısını bir-bir sizin nəzərinizə çatdırım. Bura bizim giriş qapısıdır. Daxil olduqda sol tərəfdə bu hissədə dolabımız yığılıb. İçərisində göstərdim sizə. Dərinlikdə çox yaxşıdır. Yuxarı hissələrdə şkafdır. Paltar, ayaqqabı, istənilən əşyanızı rahatlıqla yerləşdirə bilərsiniz. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada deməli bu hissədə bura işıqlar, gizli işıq, yəni ümumiyyətlə mənzil işıqlı mənzildir. Otaqların yerləşməsini nəzərə çatdırım. Girişdən burada üzbəüz mənzilin sanitar qovşağı yerləşir. Burada bir yataq otağımız, bura mətbəx, İkinci yataq otağımız, buranı da artıq gördünüz, mənzilin geniş qonaq otağıdır. Elə başlayaq buradan, onu nəzərə çatdırdım ki, kvadrat şəklindədir, yəni dar uzun otaq deyil. Yəni görürsünüz, qabarit mebel dəstləri yerləşdirilib, əlavə olaraq da kifayət qədər boş ərazi qalıb. Burada mənzilin eyvanına çıxış var, pərdələr asılıb, hər bir şey hazır vəziyyətdədir. 2 ədəd lüstrdan istifadə olunmuş işıqlandırmada. TV stand bu hissədə yığılıb, sağ, sol və aşağı hissələri, bu görünən hissələr şkafdır. Böyük ekran televizorumuz yerləşdirilib. 2 ədəd kreslo, divan, böyük masamız. Bu hissədə deməli spotlar, bura işıqlar, lepkalar. Yəni mənzil hazır köç yaşa mənzildir. Dediyim kimi 3 otaqlıdır, ölçüsü də yaxşıdır. 140 kvadrat ölçüsü var. Kondisioner də qoyulub hazırdır. Burada yerləşir qonaq otağının düz yanında mətbəximiz. Dəhliz hissədən belə söykülü şüşə qapı ilə ayrılır. Girişdə olan isti döşəmə burada da davam etdirilib. Çox geniş ölçəyə ayrılmış mətbəximiz var və buradan da eyvana çıxış var. Həm buradan, həm də qonaq otağının eyni eyvana çıxış var. Belə böyük masamız yerləşdirilib burada mətbəxdə. Yeni mətbəx mebelimiz yığılıb. 3 hissədən ibarətdir. Yuxarı hissələrdə şkafdır. İçərisində görsədim. Üstü və sinəliyi mərmərdir, qaz peçi, aspirator, paltar yuyan, qab yuyan, soba, soyuducu, yəni bütün texnika var. Dediyim kimi hazır köç yaşa mənzildir. Tavan hissəni də ümumi olaraq göstərək, lüstr, gizli işıqlar, hər bir şey qaydasındadır. Mənzildə ümumiyyətlə yaşayış olunub, gördüyünüz bütün mebel texnika hamısı yenidir. Buradan keçək mənzilin əsas yataq otağına. Burada da hər şey hazırdır. Yataq dəstimiz yerləşdirilib. Taxtımız buradadır. Burada da kondisioner var bu otaqda. Televizor. Taxtımız dediyim kimi burada yerləşdirilib və bu hissədə dolabımız. Bunu da görsədək. Şkaf da çoxdur. Şəxsi əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz. Və bu yataq otağının daxilində ikinci sanitar qovşağımız yerləşib. Biri ümumi olandır, onu göstərəcəm. İçərisi də kifayət qədər genişdir və bütün aksesuarlarla yerləşdirilib. Və təbii ki, bu sanitar qovşaq da isti döşəmə ilə təchiz olunub. Gəlin mən sizə göstərdim mənzilin əsas ümumi sanitar qovşağını, hansı ki girişdə üzbəüz yerləşir. Ölçü olaraq demək olar digər sanitar qovşağı eynidir, hətta biraz da böyükdür. Geniş duş kabin, gözəl böyük moydadır, divarçı unitaz, hər bir aksesuar quraşdırılıb hazırdır. Və bayaq qeyd etmişdim, bilmirəm yox, girişdə də kondisionerimiz var. Keçirik ikinci yataq otağına, sonra qiymət və digər məlumatları nəzərinizə çatdıracağım. Və növbəti yataq otağımız, buranın da çox geniş ölçüsü var, yəni təxmini 30 kvadrata yaxın, 28-30 kvadrat olar. Yəni ki, videodan da hiss olunur bu ölçülər. Burada da bütün yataq dəstimiz hazırdır, taxtımız, dolabımız, TV internet çıxışı bu tərəfdə nəzərə alınıb. Bu da deməli make-up, güzgü bu hissədə yerləşdirilib. Buranın da işıqlandırma spotlardan, lüstr, gizli işıq, bunlardan istifadə olunub. Buranı da göstərdim sizə. Belə. Mən mənzildə nə var, nə yox, hamısını demək olar sizin nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Yerləşir Gənclikdə, Ada Universitetinə yaxın. Yeni tikili binada, metroya da müəyyən qədər piyada məsafədədir, 9-10 dəqiqəlik. Yeni bina, yeni təmir, yaşayış olmamış 3 otaqlı mənzildir. Ölçüsü 140 kvadratdır. Yerləşir 17 mərtəbəli binanın 15-ci mərtəbəsində. Gördüyünüz şəkildə satılır bütün mebel texnika, hamısı qiymətə daxildir və mənzilin start olaraq qiyməti 465 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.